Salam əziz izləyicilər, Potensialist podkastının növbəti buraxılışında sizi salamlayıram. Bugünkü mövzumuz Azərbaycan iqtisadiyyatı və Azərbaycanda iqtisad elmi olacaqdır yenədən. Bu yaxınlarda 26-cı il üçün dövlət büdcəsi təsdiq olundu və müasir tarixdə ilk dəfə olaraq xərclər artmadı, stabil qaldı dövlət büdcəsi. İqtisadi proqnozlara əsasən növbəti il cəmi 2,6% ÜDM artımı olacaqdır. Bütün bunlar nə deməkdir? Və bir də cavan iqtisadçıları, tələbələri maraqlandıran bir çox suallar var. Azərbaycanda iqtisadiyyatla pul qazanmaq olar, iqtisadiyyatda karyera qurmaq istəyiriksə nə etməliyik? Bütün bu suallara cavab tapmağa çalışacağıq. Studiyamızın qonağı Azərbaycan Texnologiya Universitetinin professoru, iqtisad elmləri doktoru, xarici elmi məqalələrdə Azərbaycan ən çox sitat gətirilən iqtisadçı alimi, həmçində Gəncə Dövlət Universitetinin professoru, hörmətli müəllimimiz Mais müəllim Gülaliyevdir. Salamlayıram sizi Mais müəllim. Xoş gördük studiyamızda. Nəysə ötürmədim, siz maşallah 10 illiklərlə iqtisadiyyatla məşğul olursunuz. Mənə gəl kifayətdir də. Mais müəllimlə təcrübəmiz, iş tanışlığımız səhv etmirəmsə 2013-cü ilə çıxır. O zamanları mən iqtisadi dərslərə təzə başlamışdım. YouTube-da videolar paylaşırdım. Və bir videom sağ-sol paradigması İqtisad Universitetinin Elmlər Akademiyası nəzdində İqtisadiyyat Universitetinin diqqətini cəlb etmişdi. Onlar da o vaxtları sağ-sol iqtisadi modellərini araşdırırdılar və məni dəvət etdilər. Mais müəllimə ilə kontakta keçdi, onların qonağı oldum və orada bu ətrafda fikir mübadiləsi apardıq ki, Azərbaycan üçün hansı model daha uyğundur, sağ və ya sol. Lakin bunu biz ikinci hissədə danışacağıq. İlk hissədə mən istərdim ki, biz daha çox Azərbaycanda iqtisadiyyat elmi və təhsili barədə danışaq Mais müəllim sizinlə. Bir neçə gün öncə İctimai TV-də yeraltı verilişi var. Metronun içində onlar veriliş çəkirlər. Ora məni dəvət etmişdilər. Və çəkiliş zamanı mənə bir gənc iqtisadçı tələbə yaxınlaşdı. 4-cü kursu təzəlikcə bitiribdi. Bir neçə dənə sual verdi. Mən istərdim ki, bu sualları sizə ötürüm və sizin də cavabınızı eşidim. Mən düşünürəm ki, çox faydalı olacaqdır izləyicilərim üçün. O dedi ki, əgər biz iqtisadiyyatda bu iki fikirlər var da, solçu, sağçı iqtisadçılar. İndi akademiyanın əksəriyyəti solçudur da, xüsusən qərbdə. Deyir ki, mən əgər hansı bir kitab oxumaq istəsəm, həm bunun fəlsəfəsini anlamaq üçün hansı müəllifləri siz məsləhət görərdiniz? Açığı, o ideyalar ki var, iqtisadiyyatda sol yönümlülük, sağ yönümlülük, bu mənim tədqiqat təcrübəmdə birinci mərhələni təşkil edirdi. Mən xeyli bu məsələ ilə məşğul oldum və müəyyən müddətdən sonra müəyyən elədim ki, iqtisadçı kəskin olaraq nə solçuluğa yönəlməməlidir, nə sağçılığa yönəlməməlidir. Müəyyən bir şərtlər var. Bizim iqtisadiyyatı iki cəbhəyə, sağ və ya sol cəbhəyə bölməyimizin bir iqtisadi mahiyyəti vardı. Dövlətin iqtisadiyyata müdaxiləsi ilə bağlı. Yəni, dövlət iqtisadiyyata nə dərəcədə müdaxilə eləməlidir və onun müdaxilə formaları nədən ibarət olmalıdır, hansı mexanizmlə dövlət iqtisadiyyata müdaxilə edir və o müdaxilə mexanizmlərinin arasında elə göstəricilər var idi ki, məsələn, qiymətlə bağlı göstərici, vergilərlə bağlı göstərici, dövlət büdcəsinin xərcləri ilə bağlı göstərici, onların nə sağ tərəfdə, nə sol tərəfdə olması o dərəcədə əhəmiyyətli deyildi. Əsas əhəmiyyətli olan bu xərclərin və yaxud bu belə bir müdaxilənin optimallaşdırması ilə bağlı idi. Yəni, verginin optimal dərəcəsi nə qədər olmalıdır ki, cəmiyyət üçün faydalı olsun. O isə zamandan asılı olaraq, iqtisadi şəraitdən asılı olaraq, biznes subyektlərinin sayından asılı olaraq dəyişə bilir. Müəyyən müddət tutaq ki, hər hansı bir nöqtə ayırıcı nöqtədirsə, o nöqtədən sağa da düşə bilir, sola da düşə bilir, yəni fərqləndirilir. Və yaxud minimum əmək haqqının çox olması yaxşıdırmı, az olması yaxşıdırmı? Minimum əmək haqqı çox olanda tutaq ki, biznes subyektlərinin vergiləri çoxalır, xərcləri çoxalır və o halda biznes subyektlərinin fəaliyyətinə mənfi təsir göstərə bilər. Az olanda isə tutaq ki, muzlu işçilərin sosial müdafiəsinə mənfi təsir göstərə bilər. Ona görə yenə də burada optimallıq məsələsi ortaya çıxır.
Yəni optimal bir həddin seçilməsi vacibdir. Ona görə o ideyanı müəyyən qədər mən dəyişdirərək dövlət müdaxiləsinin optimallığı məsələsini daha mühüm anlayış kimi qəbul etdim. Hazırda məhz dövlət müdaxiləsi formalarının optimallığı üzərində çalışıram. Məsələn, minimum əmək haqqının optimallığını xeyli işləmişik. Sonra vergilərin optimallığı ilə bağlı hansı verginin optimal səviyyəsinə qədər olmalıdır, o ilə bağlı geniş tədqiqatlarımız var. Sonra dövlət büdcəsinin xərclərinin optimallığı ilə bağlı, dövlətin ölçüsü deyək də, dövlətin ölçüsünün optimallığı ilə bağlı xeyli tədqiqatlarımız var. Yəni bu sahəyə daha ciddi üstünlük verdim. Nəinki ayrılmaq, sağa və yaxud sola ayrılmaq ideyası. Mən həmişə belə bir frazam var ki, Azərbaycan İqtisadiyyat Məktəbi səhv tərcümənin qurbanı olubdur. İngiliscə biz buna government regulation deyirik də, hökumət tənzimlənməsi. Azərbaycanca necəsə biz bunu dövlət, state regulation kimi göstəririk və mən düşünürəm fundamental fərq burada yaranır. Sən hökumət yəni məmurlardır da, bir var, onların müdaxiləsi var, bir və ya ki, misal üçün dövlət vəsaiti, yəni ki, İngiliscə public funds gedir, ictimai vəsait gedir. Bunun ucbatından biz necəsə düşünürük ki, məmurların iqtisadiyyatı tənzimləməsi çox yaxşı bir şey olmalıdır. Ya da ki, dövlət vəsaitidirsə, deməli mənim vəsaitimdir və dövlət mənim problemlərimi həll etməlidir. Biz bunu ictimai pullar deyəndə, məmur tənzimləməsi deyəndə, yəni ki, ictimai pullardan istifadə edərək məmurlar bizə nəsə verməlidir. Və bu düşüncə tərzi biraz, bilmirəm, 70 il Rus kolonizasiyası, sosialist kolonizasiya altımızda qaldığına görə mi belədir, niyə görə belədir? Biz neçə qurban modundayıq daim olaraq. Biz gözləyirik ki, hansı bir mifik dövlət gəlib bizi qurtaracaqdır. Məni çox təsir edən əlbəttə ki, Milton Friedman olubdur. Mən iqtisadçı kimi böyüyərək biz 2006-2009-cu illərdən danışırıq. Və ona o zaman konturda çıxış edən John Galbraith-dir. Yəni ki, o liberal prezidentlərin müşaviridir. Milton Friedman artıq Reaganın müşaviridir. Və onların o vaxtları 70-ci, 80-ci illərdə dəyişməsi və aktiv ictimaiyyətlə və xüsusən gənclərlə fəaliyyəti çox diqqətimi çəkmişdi. Mən ona görə ona bir məsləhət gördüm ki, həm John Galbraith-i oxusun, həm Milton Friedman-i oxusun da köhnə məktəblərdən, əvvəlki nəsillərdən. Müasir dövrdə belə görsənir mənə ki, solçular qalib gəlibdir akademiya olaraq. Demək olar ki, bütün akademiya solçudur. Nobel mükafatçılarının əksəriyyəti solçu iqtisadçılardır. Dövlət tənzimləməsi, böyük dövlət rolu, iqtisadiyyatı dövlətin rolunu təsdiqləyirlər. Bu da Keynes inqilabından sonra gələn bir şeydir. Bu bir tərəfdən. İkinci tərəfdən mənim müşahidəm onu göstərdi ki, Hayek də o bir müsahibəsində onu dedi ki, əgər biz Hayek'in fəlsəfəsi odur ki, kosmos idarə edirdi hər şey. Bütün biliklər paylaşılıbdır milyonlarla oyuncular üzərində və heç bir məmur ya da kiçik bir qrup insan idarə edə bilməz. Müstəqillik, azadlıq üzərində çox gedirdi və Hayek deyirdi ki, əgər akademiya mən dediyimi qəbul etsək ki, biliklər paylaşılıbdır və kosmos idarə edir iqtisadiyyatı. Yəni iqtisadiyyat bir insan bədəni kimidir, nəinki maşın kimidir. Onlar hamısı işsiz qalacaqlar. Bütün bu iqtisadçılar. Çünki onların konsaltinqinə, məsləhət xidmətlərinə heç kimin ehtiyacı olmayacaqdır. Məhz buna görə akademiya daha çox solçuluğa doğru gedibdir öz-özlüyündə. Çünki onlar yalnız bu zaman siyasətçilər üzərində özlərinə tələbat yaradırlar bu formada. Bu da maraqlı bir fikir idi. Lakin müasir zamanda mən gördüyüm odur ki, belə də sağçı iqtisadiyyat məktəbinin baniləri deyək ki, Thomas Sowell'u götürsək, John Cochrane-i götürsək, nisbətən mənküəli ki, durubdur, hörmətdə qalıbdır. Amma Stiglitz-dir, Paul Krugman-dır, kontur tərəfdə daha aktivdirlər. Eyni şey də biz Jeffrey Sachs barədə deyə bilərik, çox aktivdir. Thomas Sowell'ın çox yaxşı sözü var. Dünyada bütün problemin arxasında mütləq hansı bir Harvard professoru durubdur da. Yəni ki, Harvard öz-özlüyündə böyüdübdür. Bütün istənilən sfera da dünyada başqa pandemiyadan tutmuş iqtisadi problemlərə görə hansı bir arxada bir Harvard professorunun ideyası durubdur öz-özlüyündə. Siz kimisə əlavə edərdinizmi ki, bu siyahıya ki, müasir iqtisadçılar iqtisadiyyatın fəlsəfəsini anlasınlar deyənə kimi oxuya bilərlər? Mən özüm bir iqtisadi nəzəriyyə məktəbi kimi institusionalizmi daha güclü hesab edirəm.
Hı. Çünki həm sağ yönlü akademik iqtisadçılar, həm sol yönlü akademik iqtisadçılar sonda məcburdular ki, gəlib formal və yaxud qeyri-formal institutlarla müraciət eləsinlər. Əks halda mümkün deyil. Çünki şərq həyat tərzi var, psixologiyası var, fəlsəfəsi var. Qərb həyat tərzi və psixologiyası ciddi fərqlənir şərqdən. Hər ölkənin özünə məxsusluğu var və formal və qeyri-formal institutları var. Ona görə hər hansı bir məktəbin, ayrıca götürülmüş məktəbin iqtisadiyyatla bağlı göstərdiyi yolu tamamilə qəbul etmək mümkün deyil. Bu mənada institusional məktəb daha aktivdir. Çünki və mənim nəzərimdə daha aydındır. Çünki orada formal və qeyri-formal institutların rolu iqtisadi inkişafda daha çox görsənir. Ona görə mən məsləhət bilərdim ki, cavanlara Daron Əcamoğlu'nu oxusunlar. Daron Əcamoğlu müasir iqtisadiyyatda sözün həqiqi mənasında ən nəhəngdir. Ən nəhəngdir və institusional nəzəriyyənin aparıcı şəxsidir. Və yaxud xarici iqtisadi əlaqələrin başa düşülməsində Krugman oxumaq daha məsləhətdir. Krugman sözün həqiqi mənasında bugünkü iqtisadçılar arasında xarici iqtisadi əlaqələri daha düzgün, daha belə əhatəli təsvir edən iqtisadçıdır. Yəni bunları oxumaq daha düzgündür. Mənim nəzərimdə daha faydalıdır. Düzgün deməyə daha faydalıdır. Makroiqtisadiyyat üzrə kimi, misal üçün? Makroiqtisadiyyat bir qədər əlbəttə tək bu günü oxumaq kifayət eləmir. Keçmişə də baxmaq lazımdır. Keçmişin fonunda bu günü oxumaq faydalı olur. Məsələn, mən istərdim makroiqtisadi ilə başa düşmək üçün başlasınlar merkantilizm dövründən. Onunla başlasınlar. Çünki merkantilizmdən müəyyən elementlər bu gün qalmaqdadır. Fizikratların çoxlu sayda elementləri var ki, bugünkü iqtisadiyyatda özünü göstərir, iqtisadi artımda özünü göstərir. Yəni tamamilə nə merkantilistlərdən, nə fizikratlardan, nə klassiklərdən, neoklassiklərdən, keynesçilərdən, hətta marksistlərdən üz döndərmək düzgün deyil. Müəyyən elementlər var ki, məsələn marksistlərin eksploatasiya, istismar anlayışı əslində bugün arxa plana çəkilsə də çox ciddi rol oynayır. Və açıq-aşkar görsənir ki, yaradılan əlavə dəyər nə kapital arasında, nə idarəçi arasında, yəni nə texnologiya, nə də əmək arasında bölüşdürülmür. Əlavə bir delta qalır, əlavə qalır və o istismar olunur. Açıq-aşkar görsənir. Ona görə də bu nəzəriyyələrində mənim daha az diqqət ayırdığım monetarist nəzəriyyədir. Çünki mənim nəzərimdə dəyərin yaradılmadığını ilk plana çəkən yeganə nəzəriyyə odur. Ona görə mən daha çox institusional nəzəriyyə üstünlük verirəm. Və institusional nəzəriyyə bir neçə yüz il bundan əvvəl qoyulan suala məhz cavab vermə iqtidarında olan yeganə nəzəriyyədir ki, niyə bəzi ölkələr varlıdır, bəziləri kasıbdır? Niyə biz Avstriyadan daha yaxşı yaşaya bilmirik, belə deyək. Niyə Avstriya bizdən daha varlıdır? Mən bu məsələyə ikinci hissəmizdə qayıdacağıq. Azərbaycan üçün uyğun iqtisadi modellər quruculuğu perspektivindən hal-hazırda iqtisadiyyat təhsili üzərində fokuslaşmaq istərdim. Həmin gənc tələbə mənə ikinci sualı verdi. Dedi ki, mən indi 4 il bakalavr bitirdim iqtisadiyyat üzrə. Bundan sonra nə edeyim, magistr nə oxuyum? Sizin ona məsləhətiniz nə olardı, Mayız müəllim? Mən uzun müddət makroiqtisadiyyatla məşğul olmuşam. Sonra mikroiqtisadiyyata daha çox meylləndim. Çünki əlavə dəyər mikro səviyyədə yaradılır. Makro səviyyədə dəyər yaradılmır. Və ciddi üstünlüyü verdim məhz mikroiqtisadiyyata. Müəyyən müddətdən sonra isə hazırda mən əsas gücü və diqqəti menecmentə ayırmışam. Yəni menecment mənim nəzərimdə xüsusilə managerial economics deyilən bir sahə var. O sahə daha mühüm sahədir. Menecment sözün həqiqi mənasında
istənilən bir cəmiyyəti irəli aparan bütün sahələr üzrə, təkcə iqtisadi sahələr üzrə yox, bütün sahələr üzrə ən əsas elmdir. O sahə ilə məşğul olmaq və menecmentin səmərəliliyinin ölçülməsi, səmərəliliyinin qiymətləndirilməsi, səmərəliliyinin təkmilləşdirilməsi və s. bu sahələr üzrə tədqiqatların aparılması və bu sahəni diqqətlə öyrənilməsi mənim nəzərimdə Azərbaycan üçün çox vacibdir. Menecment sahəsində Azərbaycanda çoxlu müdafiələr olub. İdarə etmənin təkmilləşdirilməsi ilə bağlı müxtəlif sahələr üzrə müəssisə səviyyəsində, bir qədər mezo səviyyədə və s. təkmilləşdirilmə adında olan istənilən bir dissertasiya işi məhz menecmentlə bağlı işdir. Sadəcə olaraq bütün bu tədqiqatlarda menecmentin səmərəliliyi məsələsi həmişə yaddan çıxır. Yəni istənilən bir müəssisəyə bir nəfəri tutaq ki, rəhbər təyin ediləndən sonra, bir müəyyən müddətdən sonra tutaq ki, o rəhbər işdən çıxartdılar. Məsələn, yerini dəyişdirirlər. Və bu müəssisənin rəhbərinin idarə etməsi sahəsindəki hansı minuslar var, o heç vaxt tədqiq olunmur. Yəni iqtisadi nöqteyi nəzərdən tədqiq olunmur. Məsələn, bir zavodun rəhbəri dəyişdirildi digər rəhbərlə və nə dərəcədə həmin rəhbərin fəaliyyəti zamanı idarə etmə səmərəli idi və yaxud səmərəsiz idi. Yəni idarə etmənin səmərəliliyi məsələsi idarə edicilərin qiymətləndirilməsi üçün çox mühüm meyardır. Biz onu qiymətləndirmirik. Yəni heç bir sahədə qiymətləndirilmir. Ən kiçik bir JEK səviyyəsindən tutmuş ta tutaq ki, bir dənə bir rayon icrası qurumuna qədər o qiymətləndirilmir. Nə dərəcə səmərəlidir? Yəni söhbət qiymətləndirmənin meyarlarından gedir ki, necə və yaxud institut direktorları var, sonra universitet rəhbərliyi var. Nə dərəcədə idarə etmə səmərəli olub? Yəni hansı meyarlarla ölçülür? O meyarlar müəyyən deyil. İndi menecment dərsi deyən, tədris edənlər deyə bilər ki, əsas meyar hətta tutaq ki, əmək məhsuldarlığının nə dərəcədə artırılması ilə bağlı. Yəni elə bir məqalə, elə bir dissertasiya göstərə bilərlərmi ki, o hesablanıb? Yoxdur elə bir şey. Yəni Azərbaycanın mənim nəzərimdə Azərbaycan iqtisad elmində ən böyük boşluq hazırda menecmentin müxtəlif sahələr üzrə menecmentin demək səmərəliliyini qiymətləndirilməsi məsələsi o sahəyə baxılmır. Praktik olaraq işlənmir. Mən o bakalavra növbəti mərhələdə magistr səviyyəsində menecment ixtisasına yiyələnməyini tövsiyə edirəm və diplom xatirinə yoxdur. İndi mən söhbət bizdə məhz hansı elmə yiyələnməyin vacibliyi ilə gedir. Mən bugünkü Azərbaycan üçün ən mühüm elm kimi menecmenti hesab edirəm. Maraqlıdır. O mənə bu sualı verəndə məndə iki dənə daxili çaxnaşma vardı içərisində. Çünki iqtisadiyyatı çox sevirəm. Lakin Azərbaycanda iqtisadiyyat üzrə gedib elmi araşdırma edəsən, ən topda sizdə sitat perspektivindən. Mən onu görmüşəm ki, əgər sən dünya səviyyəsində sitat gətiriləcək yaxşı elmi araşdırmacı olmaq istəyirsinsə, mütləq səndə riyazi biliklər mükəmməl olmalıdır. Yəni ki, ən azından 4 il riyaziyyat bakalavr oxumalısan. Darın Hacımoğlu'nun paperlarını falan oxuyanda oradakı modellər dəhşətdir. Mən Azərbaycanda heç bir dövlət orqanında bu dərəcədə riyazi modellər görməmişəm ki, istifadə olunsun. Bu bir tərəfdə məni narahat edən o ki, Azərbaycanda mən davranış iqtisadiyyatı, davranış maliyyəsi üzərində getmək istirdim. Behavioral finance. Yoxdur, elmi rəhbər yoxdur sadəcə. Davranış iqtisadiyyatını, davranış maliyyəsinə bilən yoxdur heç ki. Mən Ukrayna institutdum, orada bir professor vardı, onunla danışıqlar apardım. O mənə elə statistik alətlərdən danışdı ki, hansını ki, mən bilməliyəm bunun üçün. Mən də anladım ki, mən 1-2 illik statistika kursunu götürməliyəm ora başlamamışdan öncə. Yəni ki, Erstatada proqramlaşdırma, modelləşmə və s. bir xeyli çətindir. Keyfiyyətli bir iş görmək istəyirsənsə, diplom xətrinə yox. Həm də yenə də gələcəksən vakaya, bilmirsən orada kimə, yəni ki, bunu sonra müdafiə edəcəksən də, o ikinci problemdir, bu bir tərəf. Onun mən dedim ki, sırf praktiki baxımından
Azərbaycanda iqtisadçı olaraq yeganə sənə dəyər verən, yeganə sənə nisbətən pis maaş verən Mərkəzi Bankdır. Başqa prinsipcə dövlət orqanı yoxdur Azərbaycanda, hansı ki iqtisadçılar lazımdır. Özəl sektora qaydanda iqtisadçılara cəmi bir dənə holdinqin baş iqtisadçısı var. Başqa heç bir holdinqin baş iqtisadçısı yoxdur. Heç bir bankın baş iqtisadçısı yoxdur. Bütün bankların proqnozları, iqtisadi proqnoz bilmirəm nəyin üzərində əsaslanıbdır. Düşünürəm ki, sadəcə Excel-də forecast funksiyasını götürürlər, ya da ki IMF-in World Bank-ın datasını, mən nə bilim 2,6% böyümə və bütün modellər onun üzərində gedir. İqtisadiyyat 2,6% böyüdür, bizim kredit portfelimiz 2,6% böyüyəcək də primitiv şəkildə də 5-ci sinif riyaziyyatı modelləşməsindən aparılır. Onu bəlkə get maliyyəni oxu heç olmasa. Biləcəksən CFA, Chartered Financial Analyst falan, get onları heç olmasa oxu. Gedən bilərsən ki, bir qonluğa ya da hansı bir maliyyə təşkilatına düzələ bilərsən də ondan sonra. Mən bunu dedim həmin bu gənc tələbəyə. O getdi, qayıtdı mənə. Düşündü bu barədə ki, mən axı iqtisadiyyatla məşğul olmaq istəyirəm. Mən istəmirəm maliyyə ilə məşğul olum. Onda dedim, get xaricə. Çünki ABŞ-da iqtisadçılar 7-ci yerdədir qazanc perspektivindən. Yəni ki, orada dəyər verilir. Əgər iqtisadiyyatı həqiqətən elm kimi oxumaq istəyirsənsə, yəni ki, burada sən istədiyin həyat keyfiyyətini ala bilməyəcəksən. Yəni ki, dəyər verilməyəcəkdir sənə bu perspektivdən. Sizin münasibətiniz necədir? Mən bu problem təkcə iqtisadçılara aid deyil. Yəni iqtisadiyyat elmi ilə məşğul olan alimlərə aid deyil bu problem. Bütün elm sahələrinə aiddir. Azərbaycanda alimlərin, elm adamlarının qiymətləndirilməsi meyarı yoxdur. O meyar yoxdur. Ümumiyyətlə bilik adamlarının qiymətləndirilməsi meyarı yoxdur. Dünyada qəbul olunur ki, alimlər hər hansı bir sahədə, ya fizik olsun, ya riyaziyyatçı olsun, ya iqtisadçı olsun, qiymətləndirilməsinin meyarları var, əgər o tədqiqatla məşğul olursa. Birinci meyar əlbəttə ona verilən isnadlardır, H indeksidir. Bu elə ola bilər ki, onun tədqiqatlarının tutaq ki, hər hansı bir müəssisədə tətbiqidir və onun əsasında aldığı əlavə dividendlərdir. Bu dəyərdir ki, alimə verilən dəyərdir. Bizdə istənilən bir iqtisadiyyatla bağlı istənilən bir əsərə istənilən səviyyəli iqtisadçı mənfi rəy verə bilər. Çünki dəyər yoxdur, yəni meyar yoxdur, dəyərləndirmə meyarı yoxdur. Yəni bir də görürsünüz, gözəl bir dissertasiyadır. Gözəl bir dissertasiya, yüksək səviyyəli dissertasiyadır, yaxşı modellər qurub, doğrudan da lap ideal olmasa da, heç olmasa müəyyən bir hesablama aparıb və s. Onu verirlər, tutaq ki, bir nəfər rəyçiyə, rəyçi də ona bir mənfi rəy yazır verir. Və sübut eləmək olmur ki, o mexanizm yoxdur, sübut eləmək olmur ki, bu nə dərəcədə yaxşı işdir, sübut eləmək olmur. Mən deməli, İqtisadiyyat İnstitutunda işləyən zaman həm şöbə müdiri idim, həm də deməli Elmi Əsərlər jurnalının deməli baş redaktor müavini idim, ancaq praktik olaraq baş redaktor vəzifəsini yerinə yetirirdim. Çünki bütün səlahiyyətlər jurnalın çıxması ilə bağlı mənə verilmişdi. Və gələn məqalələri mən yoxlayırdım, yoxlamamışlar texniki ekspertizadan keçirilirdi, sonra verilirdi müxtəlif adamlara, müxtəlif alimlərə, professorlara ki, onlar rəy versinlər. İndi adını çəkmək istəmirəm, bir professor var idi, ona gedən bütün məqalələrə o mənfi rəy verirdi. Mənfi rəy verirdi, mən dəfələrlə gedirdim yanına ki, bu axı yaxşı bir işdir, buna müsbət rəy verin. Bəlkə acıqlanırdı ki, mən ona mənfi rəy verirəm, vəssalam. Mən məcbur oldum sübut eləmək üçün, institutun direktoruna sübut eləmək üçün ki, bu mənfi rəy qəsdən verir. Götürdüm Keynesin bir məqaləsini, göndərdim ona. Göndərdim ki, rəy ver buna. Bu üstündən xətt çəkir ki, heç nəyə yaramır. İkinci dəfə Krugmanın məqaləsini göndərdim ona. Yenə yazdı ki, heç nəyə yaramır. Yəni başdan ayağa qərəzdir. Yəni sübut eləmək olmur ki, hansı iş yaxşıdır, hansı iş pisdir. Ən böyük problem bizdə odur və bu
rəyçilər arasında demirəm hansı bir hissi yaradır. Rəyçiləri və yaxud ümumiyyətlə müdafiə edib elmlər doktoru olanları və yaxud səlahiyyət sahibi olanları digərlərindən ciddi şəkildə fərqləndirir və onlar digərlərin üzərində bu cavanların, sizə müraciət edən cavanların hətta üzərində hökmranlıq başlayır. Cavanların böyük əksəriyyətinin hazırda elm işlə bağlı bir aforizmi var cavan iqtisadçılarda. Onlar deyirlər ki, mənim rəhbərim mənə kömək eləməsin. Allah eşqinə kömək eləməsin mənə. Xahiş edirik bizə mane olmasın. Mane olmasın. Çünki elmi rəhbərlər dissertantları götürdükləri dissertantlarla nəinki işləmirlər. Hətta onların sözün həqiqi mənasında dərisini soyurlar. Dərisini soyurlar. Bu da cavanları elmdən uzaqlaşdırır. Və yaxud institutlarda, universitetlərdə əksər hallarda müdafiə məsələləri gecikdirilir. İlkin müzakirələr müqavimətlə rastlaşdırılır. Ondan sonra müdafiə proseslərində qruplaşmalar yaradılır. Bu artıq bir faktdır. Çünki səlahiyyət ondadır. Tutaq ki, ilkin müzakirə üçün cavan müraciət edir. Yaxşı iş yazıb. Bu necə eləməlidir ki, vaxtında ilkin müzakirədən keçsin və yaxud seminardan keçsin, müdafiə eləsin. Hansı mexanizm var? Ali Attestasiya Komissiyasının əsasnaməsi 2019-cu il 11 iyun əsasnaməsi kifayət qədər mükəmməl bir əsasnamədir. Yaxşı əsasnamədir. Yəni orada bütün mexanizmlər göstərilib. Ancaq bu mexanizmlərin arasında o mexanizm yoxdur ki, müraciət edəndən sonra, məsələn, müraciət edəndən sonra dissertant neçə müddətdən sonra institutun rəhbərliyi onun ilkin müzakirəsini təşkil etməlidir. Məsələn, yazılır ki, bir ay müddətində ilkin müzakirədən keçməlidir. Keçməlidir. Ya keçməyəndə nə olacaq? Və yaxud institutun rəhbərliyi buna reaksiya verməsə nə olacaq? Hansı cəza gözləyir onu? Heç bir cəza gözləmir. Bəli, yazılıb ki, tutaq ki, bir ay müddətində bu ilkin müzakirəyə buraxıla bilər. Yaxşı, buraxılmasa nə olacaq? Bu, doktorant neynəməlidir? Doktorant başlayır kiminsə, biraz indi Azərbaycan sayağı desək, bığının altından keçməyə, adamlar axtarmağa, xahişlər eləməyə və s. məcbur olub negativ məsələlərə əl atmağa və s. Bunlar cavanları elmdən uzaqlaşdırır. Çox uzaqlaşdırır. Şuşalar indi cavanların əlində informasiya almaq üçün böyük imkanlar var. Bizim vaxtımızda kimi deyil ki, gedək ki, Axundov kitabxanasında günlərlə hər hansı bir kitab almaq üçün növbəyə dayanaq. İndi telefon var, internet var, çox rahat istifadə edə bilirlər. Və getdikcə elmi işlərin keyfiyyəti artır. Yəni zəifləmir. Düzün demək lazımdır. 10 il bundan əvvəlki məqalələrin keyfiyyəti ilə indiki yazılan məqalələrin keyfiyyəti arasında böyük fərq var. Keyfiyyət artır. Lakin keyfiyyətin artırılmasının o subyektləri ki var, insanlar ki var, onlar nə dərəcədə qiymətləndirilir? O məsələ var. Yəni siz mənə isnadən dediniz ki, mənim məqalələrimlə bağlı. Təsəvvür eləyin, bəli, mənə isnadlar çoxdur, xarici ölkələrdən çoxdur. Kifayət qədər mənim özüm kifayət qədər hesab etməsəm də, ancaq hər halda isnadlar var. Ancaq nə dərəcədə o Azərbaycanda qiymətləndirilir? O məsələ var. Yəni mən özüm üçün bir növ mövzu fikirləşirəm və o mövzunun üzərində çalışıram. Bu elmin inkişafı üçün və yaxud alimin inkişafı üçün əsas yarada bilməz. Yəni mənim qoyduğum o problemlər ki var, bu iqtisadiyyatdan gəlməlidir. Yəni iqtisad elminin inkişafı üçün ən əsas baza real iqtisadiyyatdır. Real iqtisadiyyat məndən və yaxud mənim işlədiyim universitetlərdən və yaxud işlədiyim institutdan tələb etmirsə ki, və yaxud ona sifariş vermirsə ki, məsələn, Zəngəzur, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda yaşıl iqtisadiyyat modelinin qurulmasına çalışın. Belə bir tutaq ki, sifariş versin. Niyə vermir onu? Versin və institut da mənə sifariş versin və yaxud universitet mənə sifariş versin və yaxud mənim işlədiyim kafedraya sifariş versin. Biz onu işləyək
təqdim eləyək dövlətin müvafiq orqanlarına və onun müqabilində də həm bir alim kimi qiymətləndirilək, həm də ki, bizim zəhmətimiz qiymətləndirilsin. Bu mexanizm niyə yoxdur? Bu olmadığı üçün mən başlayıram, mən və digər tədqiqatçılar. Azərbaycanda bütün tədqiqatlar mövzusu göydən götürülmüş tədqiqatlardır. Özümüz uydurduğumuz tədqiqatlardır. Məsələn, mən özüm fikirləşib uydururam ki, bəlkə fikirləşə görək minimum əmək haqqının optimal səviyyəsi nə qədərdir? Onu tədqiq Bəlkə heç kimə də lazım deyil bu da. Bəlkə Sosial Müdafiə, Əmək və Sosial Müdafiə Nazirliyi bunu sifariş verməlidir. Və biz bu sifarişin üzərində çalışmalıyıq, işləməliyik və təqdim etməliyik həmin nazirliyə ki, bəli, optimal bu qədərdir. Optimal bu qədərdir. Artırılması mı zəruridir, əzkilməsi mi zəruridir və s. Və yaxud da ki, elə yaşıl iqtisadiyyat dedim, yaşıl iqtisadiyyatla bağlı sifarişlər olmalıdır. Və yaxud hazırda mən bir tədqiqat aparıram, minimum əmək haqqının əmək bazarına olan təsirləri. Ki, əmək bazarına bu müsbət təsir eləyir, yoxsa mənfi təsir eləyir? Yəni, muzlu işçilərin sayına necə təsir eləyir, məşğulluq səviyyəsinə necə təsir eləyir? Kimə lazımdır bu tədqiqat? Bəli, Scopus jurnalı böyük məmnuniyyətlə qəbul eləyir. Elə təzə qəbul eləyib həmin məqaləni dərc eləmək üçün. Ancaq Azərbaycan iqtisadiyyatına bu lazımdırmı? Yəni tədqiqatın biz subyektik. Biz subyektik və tədqiq eləyirik, lakin gənclərin inkişafı üçün onlar o tələbi hiss eləməlidirlər ki, iqtisad elminə tələb var. Azərbaycanda hazırda iqtisad elminə olan tələbin səviyyəsinin çox aşağı olması cavanları elmdən, iqtisad elmindən uzaqlaşdırır. Bəli, mən bir iqtisadçı alimlə danışırdım. Xaricdə PhD-ni eləyib də, fəlsəfə doktorluğunu eləyib gəlibdi bura və Nobel mükafatı laureatları onun müdafiəsində iştirak edirdi. Oponent onlar idilər. Və o əslində burada o işi görmüşdü, burada keçirmək istəyirdi. Amma bizim Ali Attestasiya Komissiyasında və bizim iqtisadçılar qəbul etmədi onun işini. Amma Almaniyaya gedərək, orada araşdırma edərək Nobel mükafat laureatları onun işini oponent oldular və qəbul etdilər. Fərhad, mən bir şey deyim, bağışlayın. Hazırda Ali Attestasiya Komissiyası əvvəlki illərlə müqayisədə kifayət qədər aktiv işləyir və dissertasiyalara daha yaxşı qiymət verir, daha obyektiv qiymət verir. Çünki müqayisə ilə götürürəm, əlbəttə müqayisə ilə götürürəm. Mən digər elm sahələrini deyə bilmərəm, ancaq iqtisadiyyat elmi sahəsində olan dissertasiyalardan yaxşı dissertasiyaların heç biri geri qayıtmır. Savadlı dissertantlar kifayət qədər özlərini müdafiə edib öz işlərini təsdiq etdirə bilirlər. Yəni bu mexanizm artıq Ali Attestasiya Komissiyasında yaradılıb. İndi ekspert şurasında Ali Attestasiya Komissiyasının ekspert şurasında indi mən çox adam tanımıram, heç olmasa 3 nəfəri, 4 nəfər tanıyıram, kifayət qədər obyektiv adamlardır. Yəni Ali Attestasiya Komissiyasının indi qüvvədə olan əsasnaməsi və orada ekspert komissiyasında olan şəxslər, yeni təkrar edirəm, mən ancaq iqtisad elmi ilə bağlı olan deyirəm, kifayət qədər obyektiv şəxslərdir və yaxşı iş heç vaxt geri qayıtmır. Və geri qayıdan bir neçə işlə mən tanış olmuşam, doğrudan da zəif işlərdir və onların geri qayıtması elə vacibdir. Çünki doktorant hazır deyil. O dissertasiyanı müdafiə eləmək səviyyəsində deyil. Bunu da Ali Attestasiya Komissiyasının günahı deyil, o ilkin müzakirə etapında olmalıdır. Dissertasiyaların hazırlanmasında ən mühüm mərhələ birinci etapdır. Ən mühüm mərhələ. Birinci etap mən hesab edirəm doktoranturaya qəbul və mövzuların təsdiqi mərhələsini. Onu mən qəbul edirəm. Yəni mövzular, yenə təkrar edirəm, mövzular göydən verilməməlidir. İqtisadiyyat institutunda mən işləyən müddətdə dəfələrlə bunun söhbəti çıxırdı, müzakirələr eləyirdik ki, necə verilməlidir mövzu. Etiraf eləyək ki, mövzunu müəssisənin rəhbərləri verir. Müəssisənin rəhbərləri verir. Fikirləşir ki, belə mövzu yaxşıdır, verir. İstənilən müəssisədə elənciyinədir. İstənilən müəssisədə. Ali təhsil müəssisələrində elədik, deməli, tədqiqat institutlarında elədik. Müəssisənin rəhbərliyi verir mövzunu. Müəssisənin rəhbərliyi verməməlidir o mövzunu. O mövzu iqtisadiyyatdan gəlməlidir. İqtisadiyyatdan müəssisənin rəhbəri əlaqə saxlamalıdır nazirliklərlə.
iqtisadi subyektlərlə əlaqə saxlamalıdır. Və onların hansı tələbi var, hansı mövzunu işləməyinə tələbi var. Mən misal üçün deyim. Mən Azərbaycan Texnologiya Universitetində elmi işlər üzrə prorektor vəzifəsini icra edən vaxtlarda bir doktorant deməli daxil oldu bizə. Mən onun bilik və bacarığını nəzərə alaraq, iş yerini nəzərə alaraq Gəncə Alüminium zavodunda işləyirdi. Mən Gəncə Alüminium zavodu ilə bağlı dissertasiya işinin verilməsini təklif etdim. Və aydın məsələdir ki, Gəncə Alüminium zavodu bizə müraciət etməmişdi. Mən məcbur olub özüm müraciət etdim onlara. Ki, sizə nə lazımdır? Sizə hansı mövzu lazımdır? Və gördüm ki, əlbəttə fikirləşirlər ki, sifariş versələr maliyyə də ayırmalıdırlar. Dedim, əvvəldən dedim ki, maliyyə lazım deyil. Çünki bildim ki, maliyyə olsa məsələ inkişaf eləməyəcək, qalacaq. Dedim, maliyyə lazım deyil, ancaq sizi maraqlandıran mövzu deyil. Mənə elə o saat dedilər ki, bizim maraqlandırır alüminium zavodunda yaşıl təchizat zənciri. Biz o maraqlandırır. Əgər işləyə bilərsinizsə onu işləyin. Yəni onda müraciət edin. Həmin mövzu ilə müraciət edin. O mövzuyla müraciət elədilər universitetə və biz həmin mövzunu verdik dissertanta. Dissertant həmin mövzunu deməli işlədi. Elə qısa müddət, təqribən 2 il müddətində dissertasiyanı hazırladı. Təəssüf edirəm ki, onun sonrakı etapları çox uzun çəkdi. Hələ müdafiə eləyə bilməyib. 2 ildir hələ ortadadır. Hələ müdafiə eləyə bilməyib. Uzana-uzana gedir proses. Yəni bax bu proses axırda mənə deyir ki, Mais müəllim, axı mən 2 il bundan əvvəl ilkin müzakirədən keçdim. İndiyə qədər ancaq hələ müdafiə eləməmişəm. Prosedurlar, yerlərdə prosedurları uzadanlar müəssisə rəhbərləridir. Müəssisə rəhbərləri gərək ilkin müzakirəni müddətini qısalsınlar. İlkin müzakirə ilə seminar arasında olan müddət Ali Attestasiya Komissiyası 1 il qoyub. 1 il qoyub, ancaq bu o demək deyil ki, siz o 1 ilin 365-ci gününə icazə verməlisiniz. Müəyyən bir meyar olmalıdır. Bir də görürsünüz, kimsə 2 ay müddətində seminardan keçir. Başqası 365 günü gözləməlidir. O olmamalıdır. Yəni, bilirsiniz, qaydalar, əsasnamələr, təlimatlar, qanunlar, onlar birmənalı olmalıdır. Birmənalı və insanlar da mən niyə görə institusional nəzəriyyənin tərəfdarıyım? Elə buna görə ki, nə qədər birmənalılıq varsa qanunlarda, qaydalarda birmənalılıq varsa, bir o qədər mexanizm sərbəst işləyəcək, yaxşı işləyəcək və əhalinin həmin mexanizmlərə inamı artacaq. Ona görə də mütləq birmənalılıq, qaydalarda birmənalılıq təmin olunmalıdır ki, cavanlar qorxmasın, müdafiədən qorxmasın, tədqiqatdan qorxmasın. Rəhbərlər, bir də görürsünüz, 3 il görsənmirlər, 3 il, 4 il görsənmirlər. Mənim praktikamda bunlar olub. Mən bu dediklərimi havadan götürüb demirəm. Kiminsə o rəvayəti əsasında demirəm. Çünki mən elmi işlər üzrə prorektor vəzifəsini yerinə yetirmişəm. Bunları hamısını görmüşəm. Yəni zəng edirəm elmi rəhbərə ki, sizin bu qədər doktorantınız var. Bunlarla işləyirsinizmi? Deyir, mən elə bir doktorantım yoxdur axı. Deyirəm, bu 3 il siz bundan aya 25 manat deməli dissertanta görə, 25 saat dissertanta görə, 50 saat da doktoranta görə pul almısınız. Və bunun müqabilində heç olmasa bir 50 saat məşğul olun da bu uşaqla da. Bu yaxşı deyil axı. 3 ilə 150 saat eləyir. 150 saat əvəzinə bir saat məşğul olun da. Nə olar? Məşğul olmurlar. Elə ki, dissertasiya hazır olur, ondan sonra rəhbərlərin bir gözəl işləri var ondan sonra. Elə ki, görürlər ki, hazırdır dissertasiya. Gedirlər bir qılınc alırlar dükanına və ya bıçaq alırlar, hər iki tərəfini itiləyirlər ki, indi gəlirlər ki, o dərisini soyacam. Bu biraz obrazlı desək, dərisini soyacam bu dissertantın. Ondan sonra, yox, burası yaxşı deyil, get dəyiş, yox, orası yaxşı deyil. Deyir, ay müəllim, 3 il bundan əvvəl deyirdim da bunu. 3 il bundan əvvəl deyirdim, mən bu sahəni işləyirdim da. Yəni, aləm qarışır bir-birinə. Sonra deyirlər ki, danış bir yola versin də. Belə. Cavanlar ondan iyrənirlər. Cavanların elmdən uzaqlaşmanın ən əsas səbəbi hazırda birinci səbəbini dedim, iqtisadiyyatdan tələb olmalıdır. Həmin mövzulara tələb olmalıdır, həmin elm adamının yetişməyinə tələb olmalıdır. İkincisi isə elmin o addımlarının kifayət qədər çətin olmasıdır.
Hamısı da nə deyir? Elm çətindir. Ay bala, mən də bu yolu keçmişəm, mən də əzab çəkmişəm, mən də rəhbərim məni deməli mənim üstümə hissəni və s. eləyib. Güya özlərinin böyük təcrübəsi olub, o təcrübəni yeridirlər bu deməli cavanlara. Necə ki, valideynlər uşaqlarının öz travmalarını aşkar edirlər. Öz travmalarını, həmin alim öz travmasını ötürür özünün doktorantına ki, yəni ki, mən necə müdafiə eləmişəmsə zülmlə, sən də həmin zülmlə müdafiə eləməlisən. Ancaq elə olmamalıdır. Gözəl iş ortaya çıxartmaq üçün doktorantla, dissertantla işləmək lazımdır. Gecə, gündüz demirəm, heç olmasa həftədə bir dəfə əlaqə saxlamaq lazımdır, danışmaq lazımdır. Onun yaxşı bir tədqiqat planını vermək lazımdır, metodikasını başa salmaq lazımdır. Yəni birgə fəaliyyət göstərmək lazımdır. Dünən məsələn gözəl bir müdafiədə mən opponent idim. Yaxşı bir müdafiə oldu. Doğrudan da görsənir ki, rəhbərlə birgə işləyiblər, doktorant birgə işləyib, yaxşı nəticələr əldə edib, gözəl təqdimatı var. Yəni bu belə dissertasiyalar azdır, ancaq var. Yəni elə bir dissertasiya Ali Attestasiya Komissiyası qətiyyən yox deməyəcək. Mən onu tamamilə əminəm. Bu podkastımızın birinci hissəsinin bir sualla tamamlamaq istərdik. Siz çox yaxşı məqama toxundunuz ki, dövlət sifarişi yoxdur. İqtisad Universiteti, UNEK-ə ki, onlar hansı bir araşdırma etsinlər. Lakin təcrübədə də görürük, mediada da yayılır ki, İqtisadiyyat Nazirliyi McKinsey-ni çağırıbdı. Azərbaycan 2020, Azərbaycan 2025, Azərbaycan 2030, 5 illik piçiletkalardan elə bir ki, Sovet dövründən çıxmamış kimi o planları verir. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi Harvard Gross Lab-ı çağırıbdı ki, Azərbaycan iqtisadiyyatı niyə görə 2015-ci ildən böyümür sualını cavab tapmaq üçün. Həqiqətən Azərbaycanda UNEK-də, bir də Elmlər Akademiyası nəzdində, İqtisad Universitetində o kapasitə yoxdur ki, biz özümüz öz iqtisadiyyatımızı analiz edək, problemləri çıxaraq üzə və sonra da onu prezident qarşısına çıxarıb qoya bilək. Fərhad müəllim, əgər söhbət bugünkü kapasitədən gedirsə, əlbəttə mən şübhə eləmirəm ki, orada o bilik və bacarıq yoxdur, şübhə eləmirəm, var. İqtisadiyyat institutunda da var, az da olsa orada da var. Mən orada xeyli işləmişəm, bilirəm də, kimin hansının nəyə qadir olduğunu bilirəm. Qayıdıram birinci söhbətimizə, əsas məsələ menecmentdir. Ən əsas məsələ menecmentdir. Maraq varmı o kapasitədən istifadə edilsin? Əsas məsələ odur. Ümumiyyətlə, insan fəaliyyətində də, fərdin fəaliyyətində, qrupun fəaliyyətində, ailə kimi bir qrupun fəaliyyətində, biraz da götürsək, müəssisənin fəaliyyətində və s. ən əsas məsələ məqsəddir. Məqsəd digər ondan sonraki fəaliyyəti nizamlayır. Hər hansı bir universitetin elə bir marağı varmı ki, onun iqtisadçısı doğrudan da bu və yaxud digər problemin həllinə başlasın. Məsələn, mən demirəm indi İqtisadiyyat Nazirliyinə aid olan məsələ. Hər bir universitetin özünün iqtisadi problemləri var. Düzdürmü? Hansı universitet bu dəqiqə deyə bilər ki, mən özümün daxili problemlərimi həll eləmək üçün, iqtisadi problemləri həll eləmək üçün hansı iqtisadçıdan istifadə etmişim? Varmı elə bir universitet? Yoxdur. Yoxdur. Mən məsuliyyətlə deyirəm, yoxdur. Və yaxud İqtisadiyyat institutu bundan istifadə edeyim nə vaxtsa? Yoxdur. Əksinə gözəl bir təşəbbüs irəli sürürsəm, o gözəl təşəbbüs artıq cəza mənbəyinə çevrilir ki, o təşəbbüs, sən niyə o təşəbbüs elədin, nə üçün elədin? Sən kimsən axı təşəbbüs edirsən? Sən kim o ixtiyarı verib ki, o təşəbbüs edirsən? Bilirsiniz? Ona görə əsas məsələ məqsəddir. Universitetlərin o məqsədi varmı? Keçək indi universitetlə sənayenin əlaqəsinə. Sənayenin o məqsədi varmı ki, onun iqtisadi problemlərini hər hansı universitet eləsin? Mən ümumiyyətlə sənayeni qoyuram qırağa. Nazirlik olsun. Nazirlik olsun. Nazirliyin elə bir... Harvardda, McKinsey-yə milyonlarla pul verirlər. Yəni deyim, o məqsəd, deməli orada başqa məqsəddir da. Orada başqa məqsəddir. Onun məqsədi əgər olsa ki, Azərbaycan iqtisadçılarından, məqsəd bundan, Azərbaycan iqtisadçılarının köməyi ilə bu problemin həlli
bir məqsəd kimi qoyulsa, o məqsədin arxası üçün vəzifə gələcək ki, mən iqtisadçılar arasında filan kəsləri dəvət edeyim və problemi həll edeyim. Məqsəd hansıdır? Və yaxud da ki, məsələn, hər hansı bir institut deyirsə ki, bu problem var, bu layihə var, məsələn, mənə sifariş veriblər bu layihə. Bu layihəni mən yüksək səviyyədə eləyib filan nazirliyə verim. Əgər o məqsəd olarsa, onda yaxşılarını cəlb eləyəcək, düzdürmü? Ancaq məqsəd o deyil axı. Ta ki, layihə verilir, layihə veriləndən sonra fikirləşir ki, mən necə eləyim ki, bu layihəni özüm və ətrafım istifadə etsin. Məqsəd o olur. Özüm və ətrafım. Onda aydın məsələdir ki, onun meyarı bilik deyil. Onun meyarı ona yaxın olanların ora seçilməsi məsələsidir. Başlayır o cür seçməyə. Yəni, hər şey məqsəddən asılıdır. Ona görə birinci məqsəd qoymalıdır. Və yaxud elə nazirlik dediniz. Nazirliyin, başqa nazirlik demirəm, elə sosial müdafiəni deyirəm və yaxud iqtisadiyyat deyirəm. İqtisadiyyat nazirliyinin marağındadırmı ki, Azərbaycan manatının manatının devalvasiyasına olan riskləri, məsələn, dünya bazarında neftin qiyməti ilə bağlı və digər şok məsələlərlə bağlı hansısa bir iqtisadçıya sifariş eləsin. Elə bir marağı varmı? Əgər marağı yoxdursa, siz dediniz ki, McKinsey-ni dəvət edir və yaxud digərini dəvət edir. Deməli, maraq oradadır da, McKinsey-ni dəvət etməkdədir maraq. Maraq problemin həllində deyil, problemin həllinin tədqiqatında deyil. Maraq onda deyil. Maraq McKinsey-nin dəvət olunmasındadır. Və onlar da dəvət edirlər, Allah işlərinə van desin. McKinsey böyük şirkətdir. Yəqin ki, bizdən daha yaxşı, onların nəzərində bizdən daha yaxşı tədqiq edə bilərlər və tədqiq edirlər. Təəssüf olsun ki, hələ keç bir nəticə verməyiblər. Azərbaycan 2020 sıfırdır icraat, Azərbaycan 2025 onların qurduğu plan sıfırdır. İndi Azərbaycan 2034 ildən sonra onda görəcək nəticəsini. Mən sıfır demirəm, niyə görə? Niyə görə? Çünki mən aliməm və hesablamadığım şeyi deyə bilmərəm ki, o sıfırdır. Layihənin qiymətləndirilməsi, layihənin yerinə yetirilməsinin qiymətləndirilməsi metodları var. O layihə qiymətləndirilməlidir. Qiymətləndirilməlidir ki, nəzərdə tutulmuşdur bu iş, ancaq yerinə yetirilib, hədəflərə çatılıb yoxsa çatılmayıb. Qiymətləndirilməlidir və sonda bir nəticə çıxarılmalıdır ki, doğrudanmı nəzərdə tutulan hədəflərə çatılıb yoxsa çatılmayıb. Mən onun tərəfdarıyam ki, istənilən bir tənqidin arxasında mütləq hesablama dayanmalıdır. Mütləq dəqiq elmi metodologiyaya əsaslanan nəticə dayanmalıdır. Əgər nəticə yoxdursa, yəni populyasiyasına onun deməyin tərəfdarı deyiləm. Razıyam sizin. Çox sağ olun, Mayis müəllim. Sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun. Sağ olun.